Xanım, bura ne üçün gəlmişsiniz? Mənim Reska prokuroru Kamran Əliyevin də stolun üstündə var. Mənim onkoloji xəstə olmağım barədə burada zəng elib demişəm, özümü itiraf edəcəm burada. Yox, çıxış yolu Bax, deyil. Aliyen onkoloji xəstə olduğum bəlli. Bu cənab prokuror hörmətlə yanaşdığım Kamran Əliyevə baş əyirəm. Kamran Əliyevə də stolun üstündə var. Və bu disk mən Elxan Abbasova verdiyim pul barədə Faktlardır orada. faktlardır. Video görüntülər Samir Hüseynə vermişəm. Korrupsiya marağı nədir bunu tutmur. Məni Samir Hüseynov bu günə kimi alladır. Şirin dillərlə məni gəldim, şirin dillərlə məni bu gün sağla bayramdan sonra zəhərlənmişəm, belləmişəm. İşi burcudur vermək istəyir ağrısına yetər ki, qoy oradan ağarsınlar, mən burada pulumu alam. Adınız, soyadınız nə idi sizin? Mənim adım Gültəkin Gölçək. Deməli, sonra tökün bax bu Azərbaycanın bayrağıdır, don tikdirmişəm. Azərbaycanın bayrağı altında özümü itiraf eləməyə gəlmişəm. Baxın, Yox, eləməyin, içində heç nə yox, yox. xanım. Sonra mən qorxuram bunlardan. Eləyərlər. Bax, bu mənim yaylığımdır. Bax, bu da mənim sumkamı qoy. Bayrağı yerə qoymuram ona görə. İçinə baxın, xahiş edirəm. Baxın, görün nə var, çəkin. Yoxdur ki. Ondan əlavə də qızım. Onun bayrağı bu da. Azərbaycanın bayrağına qurban olun. Azərbaycanın bayrağına güvənirəm. Mən qəbula gəlmişəm, məni qəbul eləməyə qoymayıblar. Cənab buranın da yəsi yaxşı kişi də eşitmişəm. Samir Hüseynov qoymayayım mən burada qəbula girməyə. Qoymayıb girməyə. Elxan Abbasovla Samir Hüseynovun telefonları yoxlanılsın, xahiş edirəm. Kimdir onlar? Aidiyyəti qurumdan xahiş edirəm. Samir Hüseynovla Elxan Abbasovun telefonu yoxlanılsın. Bax, mən sizi niyə çağırmışam bilirsiniz cənab jurnalistlər? Mən yolu da kəsərdim özümə. Nəyə görə? Mən qanun pozulmasın deyin. Mən onkoloji xəstəyəm. Aliyen bunu da çəkin. Cənab prokuror Kamran Əliyevin də stolunda var. Aliyen baxın. Cənab Samir Hüseynovun işinin içində var. Və bu da diskimdir. Mən gəlmişəm. Samir Hüseynov mən alladı. Başımın üstü altda yastıq qoyub. Axırıncı da məni bura saldı. Hədə qorxu ilə mənə izahat aldı. Məni məhkəməyə göndərdiyi işinə nə tanış eləməyib, nə maraqlanmaymışam, nə vəkil tələb eləmişəm, vəkil verməyib. Vəkilim gəlsin deyib, qoymayıb, falan çəkmərik biz. Biz qanunsuz korrupsiya tək Samir Hüseynovdan ibarət deyil. Buranın müdiriyyətinə, prokuroruna minnətdaram. Mən şəxsən Samir Hüseynovla Elxan Abbasovun telefonu yoxlanılsın. Cənab prokuror Kamran Əliyev, Samir Hüseynovla Elxan Abbasovun telefonu yoxlanılsın. Onun marağı nədir ki? Mən burada özümdən gedə kameraları yoxlayın cənab prokurorlar. Mən burada özümdən gedə Samir Hüseynov mənə izahat aldı axırında. Mən imza atmamışam. Onu yoxlayın. Nədən izahat aldı? İzahata imza atmadım. Mənə nələr eləyiblər? Mən xahiş edirəm. Mənə deyir ki, burada telefon çəkir. Otaqda gör kabinetlərdə telefon varsa, xahiş edirəm, o telefonlar yoxlanılsın. Cənab prokuror Kamran Əliyev. Əgər kabinetdə telefonlar izahat vaxt alınırsa, o telefonlar yoxlanılsın. Çox xahiş edirəm. Artıq bir şey demirəm. Devlətimin qanununa minnətdaram. Baş əyirəm. Başqa bir söz demirəm. Samir Hüseynov. Mən özüm itiraf eləyirəm. Samir Hüseynovun əlindən burada zəngirək demişəm. Mən bu qədər Samir Hüseynov'u özümü itiraf eləyirəm. Heç kimin də günahkar deyil Samir Hüseynov'dan başqa. Gəlib evimdə itiraf eləyəcəm. Siz bunu bilin. Son bir dənə maddi sübut var. Devlet memuru pul vermişəm. Video kameralarım var. Video kameram var. Korrupsiya niyə tutmur? Marağı nədir? Devlet memuru pul vermişəm kabinetində. Niyə tutmur korrupsiyamını? Korrupsiyanın prokuroruna qurban olun. Kamran Əliyevə qurban olun. Allah'a qurban olun. Məhkəmələrə qurban olun. Mənim bir dənə ələmim o ki, Samir Hüseynov marağı nədir ki, bunu tutmadı. Bana dedi ki, Elxan Abbasov sübut eləmək üçün gör verdiği puldan qaytarır mı? 15.000 manat Elxan Abbasov verdiğim puldan, kabinetində verdiğim puldan bana qaytardı. Özümü itiraf edeyim, mən bu daxil edirəm. Özümü itiraf edeyim. Xan, köməkli qurban, köməkli. Ay, köməkli. Ben özümü itiraf edeyim. Köməkli xahiş edirəm. Jurnalist çəkin.